Salam aleyküm vətəndaşlar. Bir dənə müraciətim var sizə ki, bu mən öyrəndim bu yaxınlardakı birinci qruplara gediş haqqı ictimai avtobusda və kənd arası avtobusda havayıdır. Bunu indi bilmirəm kimlər o qərara çıxardıb, amma avtobus ayına deyir ki, elə şey yoxdur. Deyirəm, necə elə şey yoxdur? Nazirlər Kabinetinin qərarı var. Amma düzgün qərar verilməyib də bu. Bu qanunla qayyumlara verilməlidir ki, havaya getsin. Bu birinci qrupu hər dəfə sən evdən çıxartmayacaqsan ki, mən aparıram bunu dərman almağa, mən aparıram bunu poliklinika, например, indi o sənəd almağa. Bunu qayyuma havaya verilməlidir qanunla. Bunu bilmirəm, bu qərarı kim çıxardı? Bu ağlı yoxdur, yoxsa nədir? Birinci qrupu hər dəfə mən araba ilə, avtobusa mindirməliyəm. Onun davernisini alıb, ya bir qayyumluq kağızı olmalıdır ki, onun yerinə kim o iş görür, 120 manat pul verirlər. Onu da istəyirlər ki, avtobuslarda 2-3 dəfə gedirsən, da o 120 manat çıxacaq da, ayda 30-40 manat çıxır da, nəyə görə? Və birinci qrupu ona görə veriblər. O evdə uzanmalıdır, tərpənməməlidir, xəstədir də. Nəyə görə bunu havaya veriblər? Ona baxan adama pul verməlidir. İndi mən onu bir yerə aparıram. Mən onu özünə görə aparıram da. Mən nəyə görə onun özünə görə pul verməliyəm? Düzgündür axı bu. Mən xahiş edirəm, bu hökumət tərəfindən köməli ol. Harada zəng eləyirəm, heç kim bizə aiddir, bizə aiddir. Və kimə aiddir? Bu birinci qrupa pul verirsən, ət baha, zat baha. Bir dənə nə kafeyə gedə bilirsən, nə restorana gedə bilirsən. Siz verdiyiniz pensiya ancaq marketdən özü də yox, ucuz yerlərdən, o pis yerlərdən aşağı qiymətlə malı almaq, o 3 kilosu 1 manata satırlar, çürük şeyləri. Ancaq ona pul çatar. Mən xahiş edirəm, buna bir dəfəlik son qoyun. Bu birinci qrup onsuz da tək-tük çıxır həyətə də. Avtobusa da, metroya da onu nətər aparasan? Onun işlərin hamısını mən görürəm, ya başqa qayyum görür. Ona havayı olmalı. Bu düzgün şey deyil axı. İndi ildə bir dəfə, aləmində bir dəfə bərpa mərkəzinə aparırsan, o bir dəfə havayı olacaq, o düzgündür axı. Mən onun işlərini görürəm. Mən də xahiş edirəm. Əlaqədar təşkilatlardan, aynadan, sonra nazirlikdən, sosial nazirlikdən, yəni bunlar tapşırsın avtobus şoferlərinə ki, elə insanlardan pul alınmasın. Mən özüm əliləm, yoldaşım da əlildir. Mənə yazılıb ki, ancaq poyuzlarda gedə bilərsən bu priqoridni. Mən neyirəm, mənə priqoridni poyuz yaxın yoxdur ki, mən ondan ötürü gedim 28-ə nə var, harasa gedəcəm Məşrəqiyə ya Pirşağa. Bəs mənə sərf eləmir axı. Hələ mənə də avtobusda eləsinlər də havayı. İndi qanunla mən birinci qrupa əllə baxıram, mən havaya getməliyəm. İndi bunu məntiqlə fikirləşin də. Əgər bu baxırsa xəstə adama həmişə soyuqda, çoyuğunda çıxartmayacaqsan ki, bayrağı. Bir dənə daverin salırsan ki, həqiqətən mən ona baxıram, onun qayyumuyam, marş irəli, yaşıl işıq hər yerdə də besplatna olmalıdır. Bu düzgündür. Nə pul verir hökumət ki? O da böyük puldur. 500 manat nə puldur? Bir dənə gir tikana, 100 manat taraf yoxdur. Hər şey baha. Onlar özləri 5.000, 7.000, 10.000 pul alırlar. Onlar özünə görə qiymət qoyublar. O yuxarıdakı ministerlər, sonra orada oturanlar da, onlar marketə uyğun maaş alırlar. Amma biz əlillər marketə uyğun maaş almırıq. Özü də nətər olur, pensionerlərin pulunu qaldırır, əlillərin pulunu qaldırmır. Qayyumların pulunu qaldırmır. Demirəm,
Qaldırsın hamısını da. Əlil insan deyir, yalandan deyir, iyulda qaldırmışıq. Və iyulda qaldırmısansa, bu sən səhv eləyib. Yanvarda qaldırmalıydın onu. İndi iyulda qaldırmısan, sənin günahındır. Sən gəl yanvardan verəydin o pulu. İndi təzədən iyulda qaldıracaqsan. O düzgün deyil axı. Yanvarda qaldırdı onların da pulunu. İndi mən düz deyirəm, deyin ay cəmaət. Ya yalan deyirəm. Çox sağ ol.